Xeyr olsa belə bir fərqli sual vermək istəyirəm. 0 ədədi möcüzəli bir ədədlərdən biridir də. 0 ədədini həyatla necə əlaqələndirə bilərsən? Sənin düşüncən var bu haqda? Mən fərqli bir mövzuya toxunmaq istəyirəm. 0 ədədini Azərbaycan dilindəki bağlayıcı, amma bağlayıcısı ilə əlaqələndirmək olar. Azərbaycan dilində də əgər ki bir cümlə verilibsə və ortasında amma bağlayıcısı varsa, amma bağlayıcısından əvvəl gələn fikir ignor olunur və ammadan sonra gələn fikrə biz fokuslanırıq. Riyaziyyatda da belədir. Əgər biz hər hansı bir ifadəni həll ediriksə, hər hansı bir misal həll ediriksə və onlar hasil şəklindədirsə, bir-bir hasilləri tapırıq. Daha sonra hasillərdən birinin 0 olduğunu görürüksə, avtomatik vuruqlardan birinin 0 olduğunu görürüksə, avtomatik həmin ifadə 0-a çönmüş olur və 0-dan əvvəl həll etdiyimiz bütün ifadələr, bütün əziyyətimiz boşuna getmiş olur. Çox maraqlı yanaşmadır. Yəni amma sözündən sonra gələn fikir də əslində ona fokuslanırıq, ondan əvvəlkilər 0-a ignor olunur, bəli. Belə maraqlı izah üçün təşəkkür edirəm. Həqiqətən fərqli baxış prizmasıdır.